Çatdıracağım əziz və dəyərli izləyicilər sizlərə. Şəhid Samir Əliyevin nənəsi Cəmilə nənə bu yaxınlarda açıq ürək cərrahi əməliyyatı keçirdi və Mərkəzi Neftçilər Xəstəxanasının ürək cərrahı, kardioloq Ramin Əliyevə xüsusi təşəkkür edir. Adam o qədər razı gəlib, o qədər minnətdarlıqla bağlı mənə səs göndərib. Bildirir ki, Elnur Şükürov mənə Mərkəzi Neftçilər Xəstəxanasında o qədər yüksək səviyyədə diqqət, qayğı göstərdilər. Var olsun peşəsini, sənədini, sahəsini bütün maddi gəlirlərdən uza tutan insanlara, vəzifəli şəxslərə, xüsusən ağ xalatlı qəhrəmanlara mən təşəkkür edirəm ki, şəhid nənəsi Cəmilə nənə Ramin Əliyevə, kardioloqa, ürək cərrahına təşəkkür edir. Təkcə Ramin Əliyev demir ki, Azərbaycanda. Xeyr, o qədər bizim gözəl həkimlərimiz var, o qədər bizim öz sahəsini, peşəsini qiymətləndirən, peşəsinə sayğı göstərən həkimlərimiz var. Mənim də bir dostum var, Vüqar Zamanov. İllərin həkimidir. Mənim adama xüsusi hörmətim var. Vüqar Zamanov çox gözəl kardioloqdur, gözəl ürək həkimidir. Ümumiyyətlə, ürək cərrahları, ürək həkimləri insanlara yeni həyat verirlər. Ürəklərinə güc verirlər. Təkrar onların ürəklərinin çalışmasına maksimum əmək sərf edirlər. Ona görə də mən şəhid Samir Əliyevin uca ruhuna ehtiram və hörmətimi bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin və şəhid Samir Əliyevin nənəsinin, Cəmilə nənəmizin mənə göndərdiyi müraciəti mən buradan Azərbaycan ictimaiyyətinə, xüsusən ağ xalatlı qəhrəmanların insanlara göstərdiyi o diqqəti, o qayğını, o bəzi çox az sayıdakı o bizim bəzi həkimlər ki var, hər şeyi maddiyyatda, hər şeyi gəlirdə, mənfəətdə görən həkimlərə nümunə olaraq buradan səsləndirdim, müraciət elədim, göstərdim. Belə, dəyərli dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.